Onu diyeyim ki, Amerika Birleşmiş Ştatları Əfqanistandan və İraqdan o qüvvələrin, İraqdakı və Əfqanistandakı qüvvələrin müqavimətinə görə çıxmadılar. Evet, doğru. Amerika Birleşmiş Ştatları cəmiyyətindəki atmosferə görə çıxdılar. Evet, tam doğru. Oradakı etirazlara görə çıxdılar və insan həyatına verilən qiymətlə bağlı çıxdılar. Bu prosesdə iştirak edən dövlətlərdə hər şeydən əlavə resurslar, imkanlar və s. insan həyatına münasibətə də diqqət eləmək lazımdır. Tutaq ki, orada Amerika Birleşmiş Ştatlarında insan həyatına diqqət ən yüksək səviyyədədir. İsraildə yüksəkdir, ancaq Amerikadakı qədər deyil. İsraildəkilər öz insanlarını müəyyən həddə qədər qurban verməyə hazırdırlar. İranda insanların içində həyatını qurban verməyə hazır olanlar sayı daha çox ola bilər, həm o şiə əhval-ruhiyyəsinə görə, həm başqa səbəblərdən. Ancaq tutaq ki, Əfqanistana nisbətən İranda azdır. Və açıqcası, xoşumuza gəlsə də, gəlməsə də, inkişaf artdıqca, ölkələrin həyat səviyyəsi yüksəldikcə, insan həyatının qiyməti də artır, həyatını qurban verməyə hazır olan insanların sayı azalır. Bu bir gerçəklikdir və siyasi təhlillər zamanı bu gerçəkliyi də məncə nəzərə almaq lazımdır. İkincisi, biz hesab eləməməliyik ki, hər şeyi ancaq Vaşinqtonda, ancaq Tel-Əvivdə ya hardasa həll edirlər, ya başqa mərkəzlərdə həll edirlər. Bütün beynəlxalq ictimaiyyətin də təsiri var, bizim də sözümüzün təsiri var. Nə cür təsir edir, necə keçir bilmirəm, ancaq baş verir. Özünüz diqqət edin Trumpın çıxışlarına. Əvvəl Pəhləviyə tam dəstək verirdi, az qala onu gələcək hakimiyyət elan etmişdi. Qəfildən dedi ki, yox, o bizi o qədər də təmin eləmir, bizə İranın daxilindən mötədil bir şəxs daha çox təmin edir. Yaxud Kürd hərbiçilərini hərəkətə gətirmək barədə danışırdı, qəfildən dedilər, yox, nə ehtiyac yoxdur, falan filan. Mən əminəm ki, onun mövqeyinə, onun rəyinə təsirlər olub. Bu təsirlər Vaşinqton daxilindən olub, İrandan gəlib, Türkiyədən gəlib, Azərbaycandan gəlib, haradan gəlib. Yəni bütün bu nümunələr onu göstərir ki, sadəcə sözlə də proseslərə təsirləmək mümkündür. Həqiqətləri deməyə davam eləmək lazımdır. Gerçəkləri və prinsipləri qorumağa davam eləmək lazımdır.